studiyaya. Sabahın xeyir olsun, bir daha səni salamlayırıq. Buyur, biz səni eşidirik. Sabahınız xeyirli, gününüz uğurlu olsun. Xüsusilə bizi izləyən kitabsevərlər üçün maraqlı bir xəbərimiz var. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında gənclərdə mütaliə vərdişlərinin formalaşdırılması, kitabxana xidmətlərinin müasir tələblərə uyğunlaşdırılması və süni intellektin tətbiqi istiqamətində bir sıra yeni layihələr həyata keçirilməyə davam edir. Biz isə bu haqda ətraflı məlumatı AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Hüseyn Hüseynov danışacaq. Salam Hüseyn bəy, buyurun. Salam. Mərkəzi kitabxanada gənclərin mütaliə vərdişlərinin artırılması istiqamətdə bir sıra işlər həyata keçirilmişdir. Onlardan da qeyd edə bilərəm ki, elektron kitabxananı əsasən qeyd edə bilərəm. Hal-hazırda bizim elektron kitabxanada 66 mindən çox tam mətnli kitab vardır ki, bunlar da oxucuların kənardan istifadəsinə də şərait yaradır. Digər tərəfdən də qeyd edə bilərəm ki, Mərkəzi kitabxanada süni intellekt əsaslı axtarış sistemi tətbiq olunur ki, bu ölkə kitabxanaları arasında ilk dəfədir və bu axtarış sistemi oxuculara kitabların rahat tapılmasına imkan yaradır. Əlavə olaraq qeyd edə bilərəm ki, elektron kitabxana ilə yanaşı Mərkəzi kitabxanada ənənəvi kitabxanaya da çox üstünlük verilir və ənənəvi kitabxanamızda bizim milyon yarımdan çox kitab fondumuz mövcuddur. Onların 90%-i elmi kitablar ona görə də bizim oxucuların çoxu əsasən tədqiqatçılardan ibarətdir və biz eyni zamanda 2000-dən çox oxucuya xidmət etmək iqtidarındayıq. Ətraflı məlumata görə çox sağ olun, təşəkkür edirik Hüseyn bəy. Bəli, onu da qeyd edək ki, Mərkəzi Elmi Kitabxana səhər saat 9-dan axşam 10-a dək oxucular üçün açıqdır. Bizim isə hazırda buradan çatdıracaqlarımız bu qədər. Sözü studiyaya ötürürük. Təşəkkürlər Röya. Mən də Təşəkkürlər sənə Röya. sakit-sakit təşəkkürümü bildirirəm ki, çox sağ ol ətraflı məlumata görə.